Hoş gördük. Sizi salamlayırıq əziz tamaşaçılar. Həftənin bazar günü saatlarımız artıq gün ortasını göstərir və həmkarım, sevdiyim, əzizimiz Lamiyə xanım Ələkbərovanın verilişinin ardınca həmən biz gəlmişik qonaq. Dünyanın ən pozitiv, çox sevilən bir insanı ilə və dünyanın ən gözəl aşpazı ilə sizin bugün qarşınızdayıq və əmin olun ki, bugün çox maraqlı bir veriliş olacaq. Çünki artıq biz bura mətbəxə gələndə gördük ki, necə gözəl burada təam hazırlanacaq və necə gözəl bir insan bugün qonağımızdır. Xoş gəlmisiniz. Çox sağ olun. Necəsiz? Təqdimata ehtiyacı olmayan Rüfət bəy Kərimov. Bizim söz ustadımız, şairimiz, bədiyəçimiz və nəhayət xalqın dilində desək, meyxana ustadımız. Sizi görəndə insanın əhvalı yaxşı olur. Dəyərli olasınız. Bəli, çünki Rüfət bəy, sizlə biz verilişlərdə olmuşuq, qonaq bir verilişlərdə olmuşuq, qarşılaşmışıq. Düzdür, ilk dəfədir mən verilişimdə qonaqsız, amma insanı görəndə doğrudan insanın ruhu açılır. Hardandır sizdə bu enerji? Dostlardan, yoldaşlardan mən hamını salamlayıram. Gərək insan qarşısındakı insandan enerji ala bilsin. Əgər enerji ala bilmirsə, ona nəsə yoldaşlıq eləmək. Deməli, siz bugün bizim komandamızdan çox gözəl enerji almışsınız. Ən gözəl söhbətlər, bilirsiniz də, ən səmimi söhbətlər mətbəxdə olur. Çayla. Hara qonaq gedirəmsə, mən deyirəm, mən mətbəxdə oturmağı xoşlayıram. Çox böyük mətbəxləri, geniş mətbəxləri sevirəm. Səmimi söhbətlər mətbəxdə olur. Mən indi sizə çay söyləyəcəm. Bizim El Chacho restoranının peşəkar aşpazı Kamran bəy hər dəfə bizim komandamıza, qonaqlarımıza fərqli dadlı yeməklər təqdim edir və El Chacho'nun özəlliyi də onun xaçapurisidir. Biz ora xaçapuri üçün tez-tez gedirik, sevirik. Uşaqlar da çox sevir. Bu pizza, yalancı pizza deyirlər, amma çox ləzzətlidir. Bugün mən gördüyümə görə, Kamran bəy, necəsiz? Sizə salamlayıram. Xaçapuri hazırlayacaqsınız. İlk növbədə mən də salamlayıram sizi, qonağımızı da salamlayıram. Xoş gəlmişsiniz. MTV-nin daimi izləyicilərini salamlayıram. Günləri uğurlu olsun inşallah. Bu günləri biz Gürcü mətbəxinə müraciət eləmişik. Xaçapuri, megruli hazırlayacaq. Mən buna yalancı pizza deməzdim. Bu tarixi olan bir təamdır, megrullara aiddir Gürcü mətbəxində. O xaçapurin bilirsiniz də, müxtəlif növləri var. Fərqlidir, bəli. İmeruli var, hansı ki imeritlərə aiddir. Sonra azaruli var, o acarlara aiddir Gürcüstan. Onlar bölgələridir. Məsəl üçün bizdə Şamaxı, Quba belə bir şey. Gürcüstanlıları da salamlayırıq buradan. Azərbaycanlıları da salamlayırıq. Həm acaruli o səhər-səhər istifadə olunur, hansı ki lotka formasında, qayığı oxşayır. O səhər yeməyində ən çox ondan istifadə olunur. Qayğulli. O bir növ, siz necə, Qaradəniz bölgəsinin şeyini oxşayır da, yəni. Səhər yeməyi, megrulidir, imerulidir, sonra bir də desert xaçapuri var, hansı ki qat-qat xəmirdən hazırlanır. Tərkibində Gürcü pendiri olan suluqun pendirdir. Operatorlarımız çəksin. Xəmiridir. Xəmirində elə bir kilo unun tərkibində xamadır. Sonra 100 qram xama, 2 ədəd yumurta. Siz də yazın, əziz tamaşaçılar. Rüfət bəy, mətbəxlə yəqin aranız yaxşıdır, yazın sizdə. 300 milli qatıq, duz, istiot. Yəni bunlar qatıq da, xama da otaq temperaturunda, yumurta da otaq temperaturunda olur. Xəmirin kıvamlığı orta kıvamlıqdır, yumuşaq olur, hazırlanır. Bir də bitki yağından istifadə olunur. Bitki yağı yəqin ki, zeytun yağıdır da. Bəli. Bitki yağından istifadə olunacaq. Bitki yağı da hardasa 50 qrama yaxın əlavə olunur. Xəmir yaxşıca yoğrulur. Mayalandıqdan sonra sizin xəmiri artıq yoğurdunuz biz gələnə qədər ki, vaxt getməsin. Hazır gətirdim. 10 qram da maya əlavə olunur. Yaş maya. Xəmir mayalandıqdan sonra artıq istifadə olunur. Belə. Çayımızı içirik. Tamaşaçılar bizə baxırsınız MTV-yə, Lətafətin mətbəxinə. Bizim Kamran bəy də artıq xaçapuri hazırlamağını başlasın. Bu Gürcülər belə biraz istiotlu yeyirlər. Çox acı xoş. Acılı, sarımsaqlı. Əslində acıların cozu. Yeməklərinə fikir verirlər, xeyirlidir.
Yemək doğrudan Ziyanı bilirsiniz yoxdur. necə? Yaponlar da Bizim belə. Gürcüstana getməyi xoşlayırsınız? Gürcüstanı sevirsiniz? Mən gəzməyi xoşlayıram, ancaq o sayıdan bəxtim gətirməyir. Niyə gəzmirsiniz ki? Mən təyyarədən qorxuram. Avtomobillə gəzirsiniz. Avtomobillə gəzirəm. Yollar bağlıdır, yoxsa biz də neçə dəfə getmişik Gürcüstana Gürcüstana? 3 dəfə getmişəm. 3 dəfə getmişəm, maşınla getmişəm, avtomobillə Avtomobillə. getmişəm. Və bu arada xatırladım ki, bizim verilişimizin sponsoru doktor, nevroloq Layla Mirzəyeva və onun fizioterapiya şöbəsidir. Layla xanım bizim hər dəfə verilişlərimizdə qonaq olur. Suallarınızı bizə yönləndirə bilərsiniz. Eyni zamanda Lamiyə xanım verilişində də canlı qonaq olur. Yəni nevrologiya ilə bağlı bütün problemləriniz Layla xanım Mirzəyeva və onun fizioterapiya şöbəsində. İndi mən istəyirəm keçid alım. Layla xanım hansı xəstəlikləri müalicə eləyir, o barədə sizə məlumat verim və bu arada Kamran bəy görürsünüz ki, xəmirimizi artıq hazırlayıb özü dediyi kimi. Mən bunu hazırlaya istəyirəm, izahını da verin. Deyin, verin, izahını verin. Siz söhbətinizi edin, mən arada Kamran bəy, mən eşitmişəm ki, bu pizzanın da bir 70-80 növü var. Pizzanın ümumiyyətlə növləri çoxdur. Pizza adından da məlumdur. Bu İtalyan mətbəxidir, düzdür, amma qarışıq bir şey. Ələ nə gəldi atıblar xəmirin üstünə, yemək olsun da, yəni hazır. Mən ələ nə gəldi Lətafət xanım deməzdim, çünki orada dad uyumlu. Hətta sözsüz ki, dad uyumlu var. olmalıdır. Şokolad atmayacaqsan ki, onun üstünə. Şokoladlı da var. Şokoladlısı da var. Südlü də var. Şokoladlı da var. O da var, amma oradakı tərəvəzlərlə qarışıq bir şey uyum olmalıdır. Çünki onu yeyərkən ağızda bir dad hiss olunmalıdır. Ayrıca bibərin dadı, pomidorun dadı və yaxud da digər ərzaqların dadı hiss olunmamalıdır. Ona ağız daxilində onu çeynəyərkən maraqlı bir təam alınmalıdır, hansı ki insana xoş gəlsin. Hansınızsa orada müəyyən bir qramajlar var da, hansınızsa daha üstələyəndə onun dadı daha çox gəlir. Hə, istər-istəməz Mənim əzizim, belə deyirlər ki, biberli pizza. Biberi o. Yəni o biberi çoxdur biraz da yəqin. Nə çoxdur odur da. Hə, pepperonidir. Hə, pepperoni pizza acılıdır. Sucukdan istifadə olunur, acılı sucukdan orada istifadə olunur. Hə. Kimsə o problemli adam pişirib birinci. Sevgidən ağzı yanıb, çünki Rifət müəllimin simahınıza qayıdacağım. Unutmuşam deyir sənin kaprizlərini, unutmuşam sənin qoxunu, unutmuşam ad gününü. Çox maraqlı sözləri var. İndi ona keçəcəyik və bu arada mən məlumat vermək istərdim ki, əziz tamaşaçılarımız, doktor, nevroloq Layla Mirzəyeva Əhmədlidə yerləşən Turan Hospitalda çalışır. Rusiyada təhsil alıb. Yəni demək olar ki, mən sizə nəzərinizə çatdırım ki, baş, boyun, çiyin, diz ağrıları, skalyoz, kifoz, lardoz, ostexondroz, protruziya, disk yırtıqları, fəqərə sürüşməsi, onurğa kanalının stenozu, fəqərələrdə iltihab xəstəlikləri, uşaq serebral iflici, keçirilmiş insultlardan sonra bərpa müalicəsi, fibromiyalogiya, yuxu pozğunluğu və digər xəstəliklərin eyni zamanda müalicəsi ilə məşğuldur və bir də nəzərinizə çatdırım ki, nevral blokajlar, daha sonra relaks, sedativ qidalandırıcı, isidici, soyuducu, qıcıqlandırıcı, bandlama kimi prosedurlar da yüksək səviyyədə bax Layla xanım Mirzəyevanın fizioterapiya şöbəsində həyata keçirilir. Eyni zamanda naftalanla da müalicə var. Məncə siz xoşlayırsınız, hə? Yəni naftalanla müalicə almağı, fizioterapiyanı. Çünki işiniz elədir ki, səhərə qədər bir də görürsünüz ki, məclislərdə olursunuz. Heç evə dənən gəlib çıxa bilirəm ki. Üzümü qıxdıra bilməmişəm. Mən bu günlər verişə gələ fikirləşirəm ki, üzüm tükürüdür. Təki iş bol olsun. Təki iş bol olsun. Biz siz niyə görə? Bax, əziz tamaşaçılar, o sözsüz ki, bax, dedilər, o qədər dedilər ki, show biznes qazanırlar, qaz vurub qazan doldururlar, hamı milyonerdir, belə, elə. Pandemiya düşdü, o qədər dedilər və pandemiyada düşəndə nə oldu? Xəstəliklər çoxaldı, ölümlər çoxaldı. Musiqi olmayan yerdə bədlik olur da, hə? Ona görə də hər zaman toy arzulayın, xoş günlər arzulayın. Bizim də niyyətimiz xoşdur da, biz haçan gəlirik? Biz toy, musiqi olanda, xoşbəxt gün olanda biz orada oluruq da, peyda oluruq. Ondan olmadı bu pandemiya. Nəyə gəldik? Dünyaya gezə gəldik. Pandemiya nədən oldu? Pandemiya bir-birinin paxıllığını paxıllıqdan da bəs mən nə deyirəm? Bir-birinin bədlik gətirdilər də. O onu paxılı, o onu
işin axsatdı, bu buna paxıllıq elədi, bu bunu toydan qırdı, Bəli, o onu bəli. məclisdən qırdı, onu da yalanlandı ki, xəstədir. Bəli. Burada da Yoxdur Amerikadadır, burada, yoxdur burada. Portuqaliyada daha Hə, toylara hə. getmir. Allah da aldı əlinə. Bəs nə aldı? Allah bir neməti Onu, bəli. verir, gör ki o nemətin qədrini bilmirsən, Alır. onu alır Deyil, əlindən. Kamran bəy, nə vaxt olur aşbazlar, restoranlar nə vaxt işləyir? Xoş günündə də, xoşbəxt günündə arzu eləyin. Biz siz necə? Bu Instagramda sizə Yox, də yazın. aşbazlar üçün fərqi yoxdur, aşbazlar. Yox, aşbazlar o xoşbəxt günlərin aşbazları da. Pandemiya vaxtı elə zərbələrdən biri də ən çox bu Sizə də restoran restoran sferasında bütün yaşadıqlar. sahələr oldu. Dünya, Bir dənə- insan vahiməyə gəlirdi. Çölə baxanda. Yox, çölə baxanda yox. Vahiməyə gəlirdi. Allah insanı başa saldı ki, sən heç kimsən. Bəli. Qürrələnmə. Bəli. Sən bu Bəli. baxırdıq pəncərədən aşağı görürdük ki, maşın aşağıdadır, sürə bilmirsən. Sürə bilmirsən. Pul var, xərcləyə Qohumun bilmirsən. xəstəxanadadır, gedə Gedə bilmirsən. Bəli. Yəni insan sübut edir ki, sən aciz qulsan. Sən heç kimsən, qürrələnmə. Mən istəsəm, səni belə salaram evə, acizliyi sənə Bəli. başa salaram. Ancaq insan pandemiya qutaran kimi Yenə dəyişdi, bir oldu ay, eyni iki ay, insan. biraz da Bəli, eyni vəhşiləşdi. insan. Daha da vəhşiləşdi. Ay, biraz da vəhşiləşdi, Bilirsən biraz da niyə? insan dəyişdi, aqressivləşdi, pula hərisdi, birdən yenə olar yığım. Yığım. O mənim, bu mənim, qonşudakı mənim, əmi oldu ki, mənim, dayı oldu ki, mənim. Onda belə idi ki, əvvəl yenə verən əl var idi, deyirdin ki, İndi daha gəlirdi. Ha, indi daha da bərkidir. Ən Ən bərkidir. Nə edirik indi Kamran bəy? Deməli, kündəmizi Olmazsa 300 qram kündəmizi Yox, xəmiri soruşam, nə edirik? Hə, bilirdim. Hə, 300 qram kündəmizə 350 qram içərisinə suluğun pendir əlavə edəcək. Bir şey oxşuyor, sabuna oxşuyor. Acı gəlmisiniz siz də, mən də acı gəlmişəm səhər-səhər. 300 qram kündəni açdıqdan sonra 350 qrama yaxın. Qarıcığım, Bol, şeydən, bol. şeydən çox ağır ol, pendirdir. hə. Bundan sonra bax bu qaydada belə eləyirik. yığır yağsını Yığırıq. boğça formasında. Yalancı xingal, böyük xəngəl, gürcü Adın xəngəl, qoyaq bunun pendirli, yox, Pendirli xəmirli pendir. xəmirli pendir. Belə yığdıqdan sonra bir balaca un əlavə edəcək. Kamran müəllim, sevgi şairi var ya bugün burada bizim mətbəximizdə. Peki sizin də bir sualınız ola bilər. Mənim ürəyim doludur ki. Sevgidən. Sevgiyə inanırsınız Rüfət bəy? Sevgi mütləq var. Mütləq var. Sevgisiz, Ay, sevgisiz həyat nəyə həyat bənzəyir? yoxdur Sevgisiz həyat pandemiyaya bənzəyir. Sevgi şirin çaya bənzəyir, hə? Peki bir meyxana deyəsiniz Şirin çay. sevgidən. Yox, sevgidən Yox. şey. Sevgidən meyxana deməzlər Yox. ki. O sevgidən şeir deyərlər, hə? Sevgi biraz Dərindir. Dərin yox, sevgi biraz düzdür, ən güclü eşqdir. Eşq. Sevgi, Yaxşı, sevgi eşq gəlir birinci. ötəri hiss də ola bilər də. Birinci eşqdir. Lap zirvədədir. Zirvədə eşqdir. Hə, Eşqdir zirvədə mehrabı uca göylərin. Eşqsiz ey dünya o nədir Füzuli- dəyəri? o Füzuli- Nizami. Dahi nizam. Nizamin də eşq. Bəli, eşqdir mehrabı. İnanız ki, Nizami Gəncəvini düzdür, çox sağ olsun mərhum şairlərimiz tərcümə edirlər. Amma bəzən doğru tərcümə eləməyib. Bəli, Düzdür. bəli. Elə Çünki oxuyursan başa düşə bilmirsən. Yox, başa düşməkdən əlavə görürsən ki, biraz ucuz gəlir. Ucuzlaşdırıblar. Söz ucuz Dərin gəldi. sözləri ucuzlaşdırıblar. Çünki bu ərəb fars dilindəki sözlərin bir çox mənası var. Bəli. Ona görə biraz çətindir. Necə ki, Quran tərcümə Bəli. çətindir. Ərəb fars dillərində də məsələn deyir ki, ərəb dilində dəvəni 70 cür olur. 70 cür dəvə var. Mənim 2 ülgüclü dəvə, 1 ülgüclü dəvə, qırmızı dəvə, ağ dəvə, hər dəvənin öz belə doğmuş dəvə, belə hər dəvənin öz adı var da, xüsusi adı var. Deyirsən dünyada ən zəngin dil də ərəb dilidir. Turan Hospital'ın fizioterapiya şöbəsində fəaliyyət göstərən həkim-nevroloq, fizioterapevt Lalə Mirzəyeva nevroloji, ginekoloji, pediatrik, lor problemlərinin müalicəsini həyata keçirir. Dövrümüzün bəlası olaraq çox xəstəliklərin başlanğıcında stress faktor durur. Bel, omba yırtıqları, protuziyalar, travmadan sonra yaranan problemlər, uşaqlarda onurğa fəsadları, kifozlar, skoliozlar, uşaqlarda gecə sidik qaçırma, əyri pəncəlik, yassı pəncəlik, nevrotik sindromlar, xroniki baş ağrısı,
ağrılarından əziyyət çəkmə varsa, Fizioterapiya bütün xəstəlikləri əhatə edir. Almaniya, İngiltərə və Rusiya istehsalı olan müasir avadanlıqlar işin gedişatına müsbət təsir göstərir. Stress, nevrotik hallar, yuxusuzluq, xroniki yorğunluq sindromu kimi xəstəliklərin müalicəsi bizdə müalicə olunur. Həkim Lalə Mirzəyeva yalnız dərmanlarla deyil, lokal fizioterapevtik üsulla da müalicə edir. Kəskin ağrılara müalicə ilə son qoymağın zamanıdır. Sağlamlığınızı peşəkarlara etibar edin. Doktor Lalə Mirzəyeva və onun fizioterapiya şöbəsinin sponsorluğu ilə reklamlar bitdi. Eşqdə ki, bu Eşq ən zirvəsində. Nizami o qədər kiçik olmayıb da bizi kimi. Bəli, dahi olub. Biz eşqi, məsələn, kim hansısa qıza həsr edirik, Nizami o boyda deyil də. Nizami də onu eləsə, mən də Rüfət də elə onu eləsə, da Nizami ilə Rüfətin nə fərqi var ki? Nizami onu Nizami, Füzuli, İmaməddin Nəsimi, İmadəddin Nəsimi. Bu Allaha, məsum insanlara, Peyğəmbərə həsr ediblər şeirləri. Biz də, düzdür, Füzuli də insan olur, Füzuli də sevə bilər, Nizami də sevə bilər. Sevməsəydi, o Afaq xanımdan ailə qurmazdı, övladı da olmazdı. Onlar da seviblər. Ancaq şeirlərində tərənnüm etdikləri o eşq birbaşa ilahi eşq. İlahi eşq. Yanlış insana aşık olanda o sonda bilinir də yanlışlığı. Bunun alnına yazılmayıb ki, mən yanlış insanım, mən aşık olmam. Rola girir də insan. Rola girir. Bəzən o da var. O da var ki, sevgini qazanmaq üçün qarşısındakinin sevgisini qazanmaq üçün rola girir, insanı inandırır. Ancaq bəzən də belə olur ki, qarşısındakini inandırmaq üçün rola girsən, sevgisini qazansan, sonradan sevirsən, həmin adamı sevirsən, vurulursan. Sonradan yaranan sevgilər daha möhkəm olur. Bilirsiniz necə, Rüfət bəy, mən çox insanlardan eşitmişəm. Bu arada bizim aşpazımız artıq içirdi də, üzərinə yumurtanın sarısını üzərinə çəkdik. 150 qram pendirdən saxlamışdıq, üzərinə səpdik və 300 dərəcə sobada dərəcədə hardasa 10 dəqiqəyə yaxın. 10 dəqiqə tez bişir. Sobalar fərqli sözsüz ki 300 dərəcə olanda, yəni biz evdə 200 dərəcədə eləyirik, ona görə deyirəm. 200 dərəcə onu qurudacaq. Qurudur, hə. 300 dərəcə tez bişirir. Ev sobaları əsasən 300 dərəcəyə qədər də 250-300 dərəcə. Hə, maksimumda qoysunlar. Hə. İnşallah qəşəng çıxacaq. Mən ona görə 1-2 dəfə çörək bişirmişəm, quruyub, ona görə az qoymuşam. Deməli, azda qoyanda quruyur xəmir. O deyir ki, qurutdun, gəldin. Qurutmuşam çörəkləri. Xanımlar indi öz sobalarını daha yaxşı bilirlər də. Alt, üst, orada nəzarətdə saxlasınlar. Üstü də, altı da. Qəşəng qızardı, hazır olur. Rüfət, mən belə bir sual vermək istəyirdim sizə. Deyirlər ki, kişi sevməlidir. Kişi sevəndə sevgisindən üz çevirmir. Qadınlar sevəndə, əgər kişi sevmirsə, onu heç cür kişinin sevgisini qazana bilmirsən, düzdür? Necə, bir yəni ki, kişi sevməlidir, deyirlər. Yəni, kişi bir qadını sevmirsə, qadın dünyanın ən gözəl, ən ideal xanımı belə olsa, onu sevməyəcək. Kişi sevməsə? Kişi sevməlidir. Sevgi qarşılıqlı olmalıdır. Mən sevim, sən sevmə. Yox, kişi sevir, daha sonra qadının ona sevgisi yaranır. Amma qadın sevirsə, qadın dünyanın ən ideal qadını, gözəli olsa belə, kişi əgər ona qarşı marağı yoxdursa, onu sevməyəcək. Yox. Bugün verilişimizdə, mətbəximdə Rüfət Kərimov, Rüfət Naxçıvanlı kimi tanıdığımız bizim şairimiz, ustadımız sevginin açıqlamasını verir. Sevgi, bax, insan nə deyirlər ki, özünü sevdirdin mənə. Sevgi konkret qənd deyil, çay deyil ki, sevgi yuvarlaq bir şey deyil ki, sevgi məcazi anlamdadır. Ruhdur, bir ruhdur, heç nəyə bənzəmir o. Sevgi həm diqqətdir, həm qayğıdır, həm nəvazişdir, həm hörmətdir, həm hər şey vardır, içində də ehtirasdır, hamısı bir yerdə. Bunlar yığılıblar bir yerə, sevgini yaradıblar. İnsan özünə qarşı bir nəfərdən bunları hiss eləyəndə, bir dəfə laqeyd qalarsan, iki dəfə laqeyd qalarsan, sonra görürsən ki,
Ay yox, bunun elədiyi hamıdan seçilir. Bəli. Adam necə valideynin qədrini bilir? Bəli. Atanın, ananın, bacının, qardaşının. başqa bir sevgidir Yox, axı. yox. Hiss edirsən axı, hamıdan seçilir bunun sevgisi. Ananın O heç bir gördün, sevgiyə bənzəməz axı. Ananın, atanın sevgisi. seçilir də. Deməli, Aha. hamıdan bütün sevgidən seçilir. Onu görürsən ki, o şeylə deyir ki, təbiətlə deyir ki, bu elə biri var formal valideyndir. Bəli. Ancaq biri də var ana, ata. Əsl Görürsən, ya, valideyn. görürsən, Elə valideynlər əsl də ata, var. ana. Elə valideynlər də var ki, övladına qarşı laqeyddir. Ancaq görürsən ki, valideyn sənin üçün hər şeyindən keçir. Hər şeyindən keçir. Adam var ki, məsələn, cibimizdən 5 manat pul oğrasınlar, övladımız, bəlkə də biz əsəbləşərik. Məsələn, atamız 30 il əziyyət çəkib ev alıb, sənin problemin olanda o evi satır. Verir, bir göz qırpımında. Elə bir 30 ili getdi. Düşünmədən. Düşünmədən, ha, yəni düşünmədən. düşünmədən. Mən bunu eləyən atadır da. O sevgini görürsən ki, bu adam mənə üçün eləyir də. Eləcə də sevdiyin, səni sevən adam. Görürsən ki, bunun sevgisi digər sevgilərdən seçilir. Adam başlayır istər-istəməz ona qarşı maraq oyanır, dəyər verməyə başlayırsan ki, onu gör, sonra da yaranır qarşılıqlı sevgi. Ancaq kimsə kiminsə sevgisindən istifadə edirsə, o Amma yaxşı adamdır. istifadələr çoxalıb da indi. Çox. Bilirsiniz necədir? Bəzi ailələrin dağılmasına səbəb də Çox dağılır ailələr. bu istifadələrdir. Məsələn, kişi öz tərəfinə çəkir, qadın öz tərəfinə çəkir. Və istər-istəməz ailədə soyuqluqlar başlayır. Bu ancaq öz atası, anasını fikirləşir. Bu kişi, qadın evdə bir yerə Məsələn, mən bir vurmalıdır. söz deyim, sanki evlənəndən sonra başlayırlar ata-ana düşünməyə. Heç evlənəndə bunlar düşünmürdülər, evlənmədən. Ata-ananı istənilən vaxt düşünməlisən. Əgər imkanın varsa, Bəli. niyə də ataya, anaya kömək Valideynlər eləmir? sağdır. Atam yox, dünyasında yaşayıb, anam sağdır. Allah ömür versin. Əgər Allah canım sağsa, sizinkiləri qorusun varsa, Ürəklə deyə bilərsiniz, bax buradan indi ananız baxır da bizə. Ürəklə deyə bilərsiniz ki, siz necə bir övladsınız ananıza qarşı, yoxsa Hamı hardasa bilir, bir, hamı yəni bilir hardasa ki- bir əzab var, vicdan əzabı ki, mən atamla yox, atama qarşı borcluyam. Eləyə bilməmişəm. ürəyiniz yanır da hardasa nəsə bir şey əlbəttə var. ki, ata Peşmançılıq var. Əlbəttə ki, əlbəttə ata üçün eləyə bilməmişəm. Onun üçün çox peşmançılığını çəkirəm. Ancaq anam üçün eləyirəm. Mənim bir ərköyün anam var ki, ərköyün. Allah ona uzun ömür Allah versin. sizin Burada onu canınızı sağ olsun. salamlayırıq. Əllərindən Ərköyün. öpürük. Allah ömür versin. Özü canınızdan uzaq bir şeydir, şəkəri də var. Dünyada bəlkə də ərkönlükdə biri də tutmasa ikini tutar. Qısqanır da sizi. Yox, ondan əlavə bir deyirsən ki, stolda 4 dənə meyvə var, 3-ü şəkərə xeyirdir, biri ziyandır, gedir o ziyanı yeyir. Hə, incidirsiniz. Bir o yaşlı dəfə. alma var, kivi var məsələn, siz yaşlı alıb alma, qoyun, kivi indi onda ziyan- var, Amma bir dənə greypfurt var, bir dənə də apelsin var. Geyib apelsini yeyəcək. Elədir. Belə apelsin tək qalsın illərin orada, onu yeməz. Yeməz. Ancaq görsə ki, o 4 dənə O əslində diqqət çəkmək üçün eləyir də, istəyir daha çox ona sevgi biz göstərəsiniz. insan özünə də ziyandır, Bəli. canına da ziyandır. Buradan sizi salamlayırıq. Allah sizə ömür versin. Heç kimi ikiniz də tapmaq Tapmaq olmur, olmur. geriyə qaytarmaq Tapmaq olmur. olmur. Geriyə qaytarmaq olsaydı, deyərdim ki, qoy birinci həyatını Hə. kefələsin, ikinizi də Siz özünə həyatın baxar. dəyərini bilirsiniz. Həyatın dəyərin, həyatın dəyərini bilməsəm sağ qalmazdım ki. Çünki mənim elədiklərimi çoxu eləyə bilər. Ancaq mənim eləmədiklərimi çoxu eləməyə bilməz. Yəni, mənim eləmədiklərim, yəni özümə qarşı da, eləmədiklərim elədiklərimdən çətindir. Mənim elədiklərimi elə Kamran da eləyər, Bəli. siz də eləyə bilərsiniz. Biraz həyata, valideyninə, ailəsinə, yaxınlarına hörmət edən adam, Allahını sevən adam mənim elədiklərimi eləyər. Bəli. Məsələn, yaxınlarına əl tutar, dayaq olar, yaxşı oğul olar, yaxşı ailə var, yaxşı qardaş, yaxşı qohum ola bilər, mam ola bilər. Ancaq mən elə şeylərə yox demişəm ki, elə şeyləri eləməməyə söz vermişəm ki, yəni o biraz yox, bəlkə də çox çətindir.
Bir sual da verim sevgi ilə bağlı. Sevgi bayaqlar yadımız düşdü. Hə, Deyir biz- ki, sevgi tənhalıqdan ayrıldığın gün başlayır. Tənhalıqdan ayrıldığın gün. Sevgi tənhalıqdan ayrıldığın gün. Amma sevgi insanlar başlayır. var ki, evlidirlər, amma tənhadılar. O da ola bilər də, o da ola bilər. Deyir, o bir tərəflidir də. Bir tərəfli deyir, onda deyir ki, mən səni sevirəm, bu öz yerində, bu məndə qalsın. Amma səndən mənə ziyan gəlir də, ancaq ziyan gəlir. Bəli. Belə olur da, adam sevirsən, qarşılıq görmürsən, onda tənhalıq başlayır, onda başlayır istiqamətlər dəyişir, məhəbbət bölünür. Nə qədər də O da nə qədər bədbəxtlik çox gətirir, istəsən, hə? O da nə qədər bədbəxtlik çox gətirir. istəsən, nə qədər çox sevsən, Yanmır orada qoxu gəlir. qoxu gələndə elə. Qəşəng pendirin qəşəng qoxusu gəlir. Səhər yemək yeməmisiniz 100%. Niyə 100%? Niyə yeyim? Niyə? Sənət adamları gec durur yuxudan. Necə? Sənət insanları Yox, yuxudan gec mən oyanır. hər gün 8-də duram. Sən inanmıram. 8-ə durursunuz yuxudan. Yəni, bundan sonra duran kimi sizə mesaj yazırsın. Ki oyanmışam. Mən hər gün Hər gün səhər duram yuxudan. Yürüyüşə falan gedirsiniz. Yox, yürüyüşü, sağlamlıqda, səhər. Günəşi qaçırtmaq istəmirsiniz. Həzrət Əli deyir ki, ömrü boyu deyir, günəş mənim üzümə doğmayıb. Yox, deyir, ömrü boyu günəş mənə yuxulu görməyib, yatılı görməyib. Nə gözəl. Çox gözəldir. Çox gözəl Bəzən bir adam şeydir. yatır, yuxusunu Saat alır. 4-ün yarısından, saat yay vaxtı, saat 6-ın yarısınacan belə o həyat üçün olan şey var. Mənim kortizol Yuxudan deyirlər, nə tez deyirlər duranda ona? adamın günü də bitmir. Ömür də elə bir uzun kimi gəlir. də Yox, sənin. yatmaq lazımdır, yatmaq. Yatıb yuxunu 8 saat almazsan ən azından. 8 saat da olmasa, bəzi alimlər deyirlər ki, saat 10-dan 2-yə kimi yatsan, O 4 yetər. saat O yetər. Amma bizim də işimiz odur ki, biz heç ondan 2-yə qədər, biz 2-dən sonra zorla hələ evə gəlirsən. Əslində normal insan necə olmalıdır? Bu gün yatıb səhər durmalısan. Bəli. Biz bu gün yatıb Biz bu gün dururuq. yatıb bu gün dururuq. Eynən. Doğrudan necə deyirik? Bax, bu gün yatıb bu gün dururuq. Biz məsəl üçün mən tədbirdə idim, gəldim. Məsələn bizim də hamımızın həyatımız toylar, tədbirlər, çəkilişlər falan filan. Gəldim evə saat oldu 1. Ondan sonra çıxmaq istəyirəm. Artıq yata bilmirəm. Bədən dayanmır. Hərəkətdədir. Bədən öz-özünə hərəkət edir. Ondan əlavə belə dız var. Səs var başda. Dız, Artıq 1-2 saat dız görək gedir. ayol hansı məkan açıqdır. Məsələn, məkanlar var da gecə saat 3-ə qədər açıqdır. Getmişik biz dənizin sahilində Ağşəhərdə oturmuşuq. Müəyyən saata qədər artıq sonra gəlmişəm, 2-dən sonra yuxu gəlib. Yəni bu yazıq bədən neynəsə? Bu insan normal insan, normal. Rüfət müəllim, bir dənə buna baxın. Orada bizim danışır. Yemək danışır. Yemək söhbət eləyir. Yemək özü də bir eşqdir də. Əslində aşpaz yeməklə danışır da. Yeməyə sevgisini verir də. Bəli. Qadın da sevəndə elə qadın, barmaqlarının ucunda enerji ötürür, hüceyrələr o danışır orada. Fikir vermirsiniz, qanı-qara adamların Yeməyi yaxşı də bişmir. dadsız olur. Elə adamlar var ki, inansan Ancaq insan gülə-gülə belə enerji ötürə pişirəndə, toy yeməkləri ona görə dadlı olur da. Hə.
Amuran Hospitalın fizioterapiya şöbəsində fəaliyyət göstərən həkim nevroloq, fizioterapevt Lalə Mirzəyeva nevroloji, ginekoloji, pediatrik, lor problemlərinin müalicəsini həyata keçirir. Dövrümüzün bəlası olaraq bütün xəstəliklərin başlanğıcında stress faktor durur. Bel, omba yırtıqları, protuziyalar, travmadan sonra yaranan problemlər, uşaqlarda onurğa fəsadları, kifozlar, skoliozlar, uşaqlarda gecə sidik qaçırma, əyri pəncəlik, yassı pəncəlik, nevrotik sindromlar, xroniki baş ağrılarından əziyyət çəkmə varsa, Fizioterapiya bütün xəstəlikləri əhatə edir. Almaniya, İngiltərə və Rusiya istehsalı olan müasir avadanlıqlar işin gedişatına müsbət təsir göstərir. Stress, nevrotik hallar, yuxusuzluq, xroniki yorğunluq sindromu kimi xəstəliklərin müalicəsi bizdə müalicə olunur. Həkim Lalə Mirzəyeva yalnız dərmanlarla deyil, lokal fizioterapevtik üsulla da müalicə edir. Kəskin ağrılara müalicə ilə son qoymağın zamanıdır. Sağlamlığınızı peşəkarlara etibar edin. Doktor Lalə Mirzəyeva və onun fizioterapiya şöbəsinin sponsorluğu ilə reklamlar bitdi. Özə fikir vermisiniz, belə əziz tamaşaçılar, razısınız məndən, belə bayağı musiqilər olan yerlərdə yeməklər də belə bir plasmas yeyirsən. Bayağı musiqi yoxdur ki, mənim. Əslən bayağı ifaçı var, hə? Bayağı ifaçı da bayağı deyil. Hər hansı öz zövqü var da. Zövqlər var. Zövqlər var da. Bəlkə də onda da mənim zövqümdə olan bir Ola bilər. musiqi olmadığı üçün o Olmaz. yemək də mənim, yəni zövqlər müxtəlifdir, belə deyək də, hə. Və inanırsınız ki, o qədər xalq artistlərinin oxuduğu mahnılar var ki, bayağıdır. Var ki, Belə qəribədir, siz qəbul bayağıdır, eləmirsən. siz bayağıdır. Bayağı deyil, əslində o elə mahnıdır ki, o məsələn deyirəm, bax, İbrahim Tatlıses güclü Səs imperator, sahibi, bəli. güclü. Bu yaxınlarda bir dənə mahnı oxuyub, o bir ərəb mahnısından götürüb onu, bir dənə mahnı var deyir, Raffet, Raffet, Raffet. O ərəb mahnısı var. TikTokda düşür, məşhurlaşıb. Sizin də mahnınız TikTokda məşhurlaşdı da. Mənə də atmışlar o mahnını. Sonra bir nəfər dedi ki, Rüfət, bu sənin adına uyğundur, Raffet. Bunlar nəsə oxu, dedim, mən ayıb deyə, bu vardı. İndi İbrahim də onun mahnını oxuyub. Oxudu, görürsünüz. İbrahim sizi qabaqladı, görürsünüz. Ay yox, adam deyir ki, İbrahim onu oxuyur. Amma oxudu. Çünki nəbzin tutur. Dövrün nəbzin tutur. Bu da eşqdir. Kamran bəy. Bəli. Bu da eşqdir. Biz o günü gəlmişdik dostlarımızla. Elçarçodaydıq. Belə dadlı, ləzzətli. Elə qəşəng də kəsirlər ki, yedik. Kamran bəyin əlinin dadını, tamını hiss eləmək istəyənlər Elçarçoda. Yeri gəlmişkən Elçarço restoranının bütün kollektivini Siz də inşallah salamlayıram. dəvət eləyirik, gedər orada samavar çay. Orada olmusunuz, həyətləri elə qəşəng idi ki. Mən yayda qızımın ad gününü də orada eləmişdim yayda. Çox qəşəng, həyətlər ümumiyyətlə çox qəşəngdir. Əhməd, olmuşam mı orada? Ha, bizim uşaqlarımız, afiradlarımız baxırlar. Ləzzətlər, möhtəşəm. Rüfət müəllim, eşq deyirlər 3 il yaşayır. Sevgi, məhəbbət, eşq 3 il yaşayır. Əksinə, deyirlər ki, 7 il dostluq eləyən adam, kimlənsə 7 ildən artıq dostluq elədin, O artıq əbədiləşir. sən ailən olur. Əbədiləşir, yəni o dostlar ayrılmaz dostlardır. Əziz tamaşaçılar, bu gözəlliyə Axıdan baxın. yeri var şeyin, pizza. Orada bilirsiniz nədir? O sulğuni pendiri də axır. Elə ləzzət ümumiyyətlə yeməklərə də pendir vuranda çox ləzzətli olur. Mən çox vaxt çatdıra bilməyəndə məsəl üçün duxovka yeməkləri hazırlayırıq. Elə üzərinə bir dənə pendir vurursan, hər şey həll olunur. Siz onu mikrovalnovkada elədiniz? Bəli. Yox, sobada elədim. Sobada, Sobada hazırladı. Çox dadlı, ləzzətli. Mikrovalnovka, yəni mən bilirsiniz, bilmirsiniz, içərəm bir dənə. Mikrodalğalı sobalar istifadə eləmirlər də, dünyada yığışdırıblar onu. Biz istifadə eləmirik. Var, amma artıq istifadə eləmirik. Lətafət xanım. Bəli. Dünyanın bir çox ölkələrində mikrodalğalı sobalar qadağan olunur. Şuasına görə. Tənbəl malıdır da. Necə? Tənbəl malıdır. Dağıtırsan içinə 2 dəqiqədə. Tənbəl malından da əlavə o qədər. Biz ona görə atalarımız, yaxınlarımız 60 yaşına çatırlar, ölürlər də, dünyasını dəyişirlər. Ölürlər belə pis çıxır. Deyir, yox, ölürlər yaxşıdır. Ölürlər yaxşıdır. Yaşa, eşqdə qalmışıq, hələ eşqdə ilişib qalmışıq. Amma niyə dostlar da var ki, yəni 15 ilin, 20 ilin, 50 ilin dostu bir-birinə elə xəyanət eləyir. Bir məşhur dünyaca vəkili olub. Deyib ki, indiyə kimi
bütün məhkəmələrin bir-birinə güvənilən insanlar arasında olub. Güvənir, Rüfət müəllim də ala 100 minim səndə qalsın. Yoxdur sabah Rüfət. Belə olur da hadisələr. Ancaq bəzi adamlar da deyir ki, çalış dostunla şərik olma. Yox, şəriklik başqa bir şeydir, düzdür. Ona Amma görə güvən ticarət başqa də bir şey. belədir. Ticarət də belə bir Deyir, şey. bir dostu itirmək istənsə ona borc vermə. Hə. Bəli. Göstərin, Yəni, gözəlliyə onu baxın. Onu gördü. Sizin də payınız burdadır, narahat olmayın. Sizin hamınızın payınız Rejissor var falan burada. da Biz dadına baxaq bunun. Rüfət müəllim də eşqin bir daha yəni nöqtəsini qoysun, düzdür. O dərin bir mövzudur. Dünyaya nə qədər şairlər gəlsə belə, yenə də onu tapa bilməyəcəklər. Əziz tamaşaçılarımız, nəzərinizə sponsordan danışım ki, Rüfət müəllim, yuxu ilə aranız necədir? Yuxunuz korlanıb yoxsa yaxşıdır? İndi kim yaxşı var ki? Yox, yaxşı yoxdur. Yuxu yaxşı yoxdursa. Yəni deyirəm ki, ya biz bu gün yatıb səhər durmalıyıq. Biz bu gün yatıb bu gün dururuq. Eynən. Cəmaət durur. Əvvəl yenə 4 saat gündüz. Diqqət eləməmişdim əslində ona. Çünki bizim elə evə gəlib çatmağımız 1-2-ni ancaq alır. Ona görə mənim əzizim 60 yaşına çatır, nə bilim, əsəb sistemi, Parkinson, Alzheimer, nə bilim, belə qəribə xəstəliklər olur. Show biznes hamısı onda. Birazdan hamısı sınıq salxaq töküləcək. Belə olur da, əsəblər pozulur, agresiya başlayır, nevroz başlayır, sonra nə bilim, evdə, ailədə söz-söhbət böyük problemdir, əsəblər pozulub, evdə böyüyüm əsəblər pozulsa, istərsiniz uşaqlara da sirayət edir. O uşaq gedir məktəbdə agresiya göstərir, məktəbdə problem yaranır, seviyə olur. Cəmiyyət xəstələnir. Bax, onun olmaması üçün nə edirsiniz? Gedirsiniz Turan Hospitala, nevroloq doktor Layla Mirzəyeva müraciət edirsiniz. Onun orada fizioterapiya şöbəsi var və dediyi kimi bütün aqressiyaların, bütün problemlərin müalicəsi məhz nevrologiya sahəsi beyindir. İnsanın bütün, yəni ondan ibarətdir insan. Deməli, baş, boyun, çiyin, diz ağrıları. Bunları elə belə bilib keçməyin, əziz tamaşaçılar. Gedin, mütləq müraciət eləyin. Mən orada müalicə almışam, görmüşəm xeyrini. Ona görə deyirəm, mütləqdir. Skalyoz, kifoz, lardoz, ostexondroz, protruziya, disk yırtıqları, fəqərə sürüşməsi, onurğa kanalının stenozu, fəqərələrdə iltihabi xəstəliklər, uşaq serebral iflici, yuxu pozğunluğu, sonra blokajlar, bantlama, bütün bu xəstəliklərin müalicəsi eyni zamanda naftalanla doktor Layla Mirzəyevanın fizioterapiya şöbəsində mümkündür. Şumerlərin kitablarında, Finikiyalıların kitablarında yazılıb ki, indiki gənclər tamam başqa cürdür. Bəli. Eramızdan əvvəl 2-ci minillikdə yazılıb ki, kitablarda indiki gənclər tamam başqa cürdür. O vaxtdan şikayət var. Mən növbəti nəsil Amma tarix də təkrar olunur. İnsanlar dəyişdikcə bir də görsən eyni, əvvəlki kimi də olur. Necə əvvəlki kimi? Bax, indi iki cür insanlar var da. Biri keçmişinə, adətinə bağlı insanlar. Bir də var ki, müasirləşib hər şeyi qəbul edən insanlar. Yox, insanlar iki cür olurlar. Kamil insanlar, cahil insanlar. Belə ağıllı danışırıq. Deyir ki, ağıl insana verilib ki, özünə ağıllı aparmasın da. Bəli. Özünə ağıllı aparan insanlar ağılsız insanlardır. Özünə ağıllı göstərsin, aparmayın belə hər şeydən. Adam var axı belə istənilən mövzuda danışır. Ağıllı insanlar əslində çox danışmırlar, susurlar. Əslində danışmalıdırlar. Bəli. Əslində susmaq o qədər də insan ağlının göstəricisidir. Əslində ağıllı insanlar danışmalıdır ki, ağılsızlar danışıb kütləni ələ almasınlar. Bax, bugün siz nədən narazısınız? Nədən narazıyım? Bəli. Hər şeyim var, mən şükür Allah'a. Yox, ümumiyyətlə, özünüzlə bağlı yox. Ümumiyyətlə, dünyanın gedişatı ilə bağlı. Dünya biz düzəldən deyilik əslində, düzdür. Amma nə olmasa yaxşı olar və yaxud nə olsa yaxşı olar. Nə olsa yaxşıdır. Nə qədər insan varsa, problem də var da. Bəli. Nə qədər ümumiyyətlə həyat var, nəfəs alırıq, o qədər problem var. Təsəvvür problem yoxdur. Təsəvvür edin ki, heç bir problem yoxdur. Niyə? Özümüz problem axtararıq da.
Niyə? Çünki insanlar elə olacaq. İnsanın budur düz demirəm Kamran bəy. İnsan öz-özünə problem axtarır. O problemi insanlar özlərinə yaradırlar. İdeal cəmiyyət pisdir ki. İdeal cəmiyyət də sıxıcı cəmiyyət olacaq məncə. Bax görürsünüz. Ancaq ki Allah cənnəti insana vəd edir, ideal cəmiyyət kimi də ora. Deyir ki, insan xislətini bilir, sizin xislətinizi bilir. Ona görə deyir ki, orada hər gün daha maraqlı, cürbəcür olacaq. Bu dəfə alma bu dadı verəndə sabah başqa dadı verəcək. Səhər yanında. Bəli, amma biz insan eynilikdən bezir. İnsan eynilikdən bezir. Mən bir söz deyim də sizə. Sevgi olmayanda bezir. İdeal olur. Məsələn, münasibətlərdə də dava qırğın olmayanda bezirlər. Nədir bu? Hər dəqiqə də insana can deyərlər, nə qədər insana hər şeyə hə deyərlər. Kim yox deyirsə, elə adamdan uzaqlaşmaq lazımdır. Yox deyən insanlar. Əlbəttə ki. Amma hamıya da hə demək olmaz axı. Hamıya hə demək. İnsan seçim eləməlidir. Bilməlidir ki, kimlə nə dərəcədə bir dənə söz var. Deyir ki, hər kəslə öz dilində danışmalısan. Yaxşılığı edəndə də sərhəd qoyub insan öz yaxşılığına da sərhəd qoymalıdır. Onda o insanı da itirirsən. Çox həddən artıq yaxşı olmaq da bir şey deyil. Kimə qarşı? Qarşındakı ümumiyyətlə insanlara qarşı. Sən özün üçün sən. İnsan övladı bir İnsan özü deyə, mənim əzizim. İnsan özünü tanıyır, bilir ki, necədir. Əsas özünə inandır. İnsanlar bilirsiniz necədir, Rüfət mənim. Mənim əzizim, insan əsas mənim özümə inandır. Cəmiyyətin fikri hər gün dəyişir. Bəli. Bugün nə? Bu adam məndən mənfəətini güdürsə, mən ona xeyrim dəyirsə, yaxşıyam. Səhər onun üçün pis ola bilərəm, birisi gün orta ola bilərəm. Bugün nə, bu yaxşılığı, bu hərəkət edirəmsə, cəmiyyət mənə alqışlayır. Səhər bir dənə başqa hərəkət edirəmsə, cəmiyyət mənə linç edir. Bütün elədiyi yaxşılığı hamısını siləcəklər bir anda, bəli. Yaddan çıxır. O qədər insan eləyə bilərlər ki, təhqir eləyə bilərlər ki, o qədər insan linç eləyə bilərlər ki, axır insan intihara gedər. Və yaxud insan da güclənə bilər. O da var. O insanın özünə asılıdır. Bu cəmiyyət ədalətsiz cəmiyyətdir. Ona görə deyir ki, ədalətsiz cəmiyyətdə minlərlə insan arasında olmaqdansa, ədalətli cəmiyyətdə tək qalmağın daha yaxşı. Təkliyi sevirsiniz? Amma Amma ətrafınız çox genişdir. Mənə elə gəlir dostunuz, tanışınız. Mən tanış deyəndə dostlarım azdır, tanışlarım çoxdur. Yaxşı dostlarım var. Show biznesdəndir yaxşı dostlarınız? Show biznesdə. Meyxana aləmi başqa bir aləmdir. Show biznes deyil, hə? Show biznesdə yoldaşlarım var. Yoldaşlıq elədiyim insanlar var. Hansı ki sizi işlər də bağlayır da? Məsəl üçün bir-birinizə iş verirsiniz, məclislərdə bir yerdə olursunuz, söz məclislərində, hə? İş yoldaşlığıdır, o iş dostluğudur ki. Bir insan ki birinə işinə görə lazım olsa, o dostluq deyil ki. O artıq dostluq deyil. O bir-birindən xeyir güdməkdir. Hə, düzdür. Təmənnalı münasibət. Bir ürəyiniz dolu olanda nə edirsiniz? Kimə boşaldırsınız ürəyinizi? O adam yoxdur. Yoxdur. Gelirsiniz bir dənizin qırağına, hansısa bir... Dənizi danışmayacağım ki. Danışmırsınız? Tutaq dənizi danışmıyorum. Dəniz cavab vermir axı. Ancaq Bölüşmək o odur. olmur dənizinə. O qədər şeylər var ki, mənlə qəbrə gedəcək. Doğrudan deyirsiniz. Valla, o qədər mən şeylər Nə bilirəm ki, incidir sizi? Sizi nə incidir? Mən nə incidir? Nə narahat edirsiniz? Mən bir dənə ayaqqabım görsə arada incidir. Heç bir şey narahat eləməm. Mən narahat edirəm. Mənsə insanların pis olmağı adi bir şeydir. Mən çox adamdan çox şey gözləyirəm. Ona görə də ən yaxınlarım istisna çox adama etibar eləmirəm. Yenə məsafə saxlayıram. Daha çox kimə güvənirsiniz həyatda? Daha çox kimə güvənirəm. Hansı ki bütün sirlərinizi ona danışırsınız? İnsan heç belə adam yoxdur ki, bütün sirlərini kiməsə desin. Belə adam ola bilməz. Yəni insan hətta ailəsinə də bütün sirrini deyə bilmir. Verilişimizin sponsoru doktor, nevroloq Layla Mirzəyeva və onun fizioterapiya şöbəsidir. Nevrologiya ilə bağlı, hətta qəzalardan sonra hansı ki şahid olmuşam,
ümid olmayıb, ümid yeri olmayıb, amma Layla xanım Mirzəyeva və onun fizioterapiya şöbəsində bütün nevrologiya ilə bağlı xəstəliklərin müayinəsi, müalicəsi həyata keçirilir. Müraciət edə bilərsiniz. Turan Hospitalda çalışır. Uşaq iflici, osteoxondroz, yuxu pozğunluğu, əsəb sistemi ilə bağlı bütün xəstəliklər məhz Layla xanım Mirzəyevanın klinikasında, fizioterapiya şöbəsində müalicə olunur. Biz sizə təşəkkür edirik. Sağ olun dəvətiniz üçün. Dadlarınızı, ləzzətlərinizi bizə təqdim edirsiniz. Əlinizin ləzzəti var. İnsan var ki, əlinin ləzzəti yoxdur, amma sizin əlinizin ləzzəti var. Mən sizə sonda təşəkkür etmək istəyirəm. Orxideya Gözəllik Mərkəzindən Leyliyə saç makyajıma görə sizdən sonda bir mahnı istəyək. Tamam. Bir mahnı istəyək. Tamaşaçılarımızla növbəti həftəyə qədər görüşmək ümidi ilə hələlik deyirik.